Salam, hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilərim. Bugün mən börək bişirdim, göyərtili börək. Bişirmə qaydasını sizinlə paylaşıram inşallah. Qaba un əlavə elədim, duz, bir də su. Deməli, 6 stəkan una, 2 stəkan yarım su əlavə elədim, 2 çay qaşığı da duz. Spatula ilə qatıb, sonra da əlimlə yaxşı-yaxşı qatışdırıb, çox bərk olmayan, nə də çox yumşaq olmayan xəmir yoğurdum. Yoğurduğum xəmiri 6 hissəyə böldüm və kündələdim. Kündələdiyim xəmirləri 15-20 dəqiqəyə qoydum dincəlsin ki, yaxşı yaya bilim. Deməli, 15-20 dəqiqə keçdi, kündələri yaydım. Birinci kündəni əvvəlcə yayıram. İndi isə yaydığım xəmiri yağlayıram. Mən kərə yağını əritmişəm, burada istifadə edirəm. Siz hansı yağdan istəsəz istifadə edə bilərsiniz. Deməli, yağladığım xəmirin aşağı hissəsini qətləyib bir də yağlayıram ki, göyərtini qoyanda xəmir cırılıb dağılmasın. Göyərtiləri də təmizləmişəm, yumuşam, doğramışam. Burada mən şomu, yəni ispanaq, keşniş suyu, dağ keşnişi, bir də göy soğan istifadə edirəm. Hətta biraz yarım dəstərdası evdə xaladelnikdə cəfəri var idi, onu da doğrayıb qatmışam. Göyərtiləri də ki, əvvəlcədən duzlamıram ki, su salmasın. Yəni, yağlanmış xəmirin üstünə göyərtiləri deməli düzəndən sonra duz vurdum. İndi isə rolet şəklində bururam. Bu, deməli, burduğum xəmirin üstünə yenə yağ əlavə elədim, yağ çəkdim. Videoda göründüyü kimi bir də bururam. Listi yağladım, sobanın listini və hazır elədiyim börəkləri listə düzdüm. Deməli, üstünə yumurta çəkib, qara çörək otu səpdim və qoydum 180 dərəcədə, haradasa yarım saat 40 dəqiqəyə bişdi. Börəklərimiz hazırdır, əziz izləyicilərim. Çox dadlı alınıb, içi yumşaq, üzü xırt-xırt eləyir. Baxın, necə vərəq-vərəqdir. İnanın, doğrudan ləzzətlidir. Mayasız xəmirdən bu cürünə börəklər alındı. Siz də bişirin, əziz izləyicilərim. Bişirən hər kəsə nuş olsun. Sağ olun, sağlıqla qalın.